Əvvəllər məktəbə şeytan işi kimi baxanlar indi öz uşaqlarını oxutmaq istəyirlər. Kitabımız Cümhuriyyətə işıq saçan qadınlar kitabıdır. Məqalələr toplusu kimi də deyə bilərik. O dövrə aid. Tağıyevin açdığı qız məktəbi haqqındadır. Məktəbdə təlim-tərbiyə işinin yaxşı qurulması üçün müəllimlər ilk gündən ciddi fəaliyyətə başlamışdılar. Hər dərs 50 dəqiqədən ibarət olan 5 məşğələ keçirilirdi. Maraqlı tədris proqramı əsasında ana dil, riyaziyyat, coğrafiya, təbiət və şəriət dərsləri təlim edilirdi. Məktəbin şöhrəti tez yayıldı. Artıq ikinci tədris ilində məktəbə 25 qız qəbul olundu. Buna müvafiq olaraq müəllimlərin də sayı artdı. Daşkənddə yaşayan polkovnik qızı Xədicə Əbdürrəhmanova, Tiflisli Zadəgan qızı müəllim təyin edildilər. Və burada Hənifə xanım, Rəfiqə xanım Şeyxzadə, Əfəndizadə ana dil və ədəbiyyat müəllimidir. Şəriət dərsləri Səkinə xanım Axundzadə şəriət dərsləridir, amma coğrafiya dərsinin adı yoxdur, hələ ki tapmamışam. Ondan sonra sonraki illərdə məktəb daha da böyüdü. 1904-1905-ci illərdə tədris ilində burada 6 müəllim, 11 xidmətçi qadın çalışırdı. İlk buraxılış 1906-cı ildə oldu, 15 qız. İndi bu qızların adlarını oxuyuram. Həyat Usmiyeva, Ayna Musabəyeva, Fatma Sultanova, Maral Bayraməlibəyeva, Nərgiz Sultanova, Xeyransa Axundova, Mina Məmmədzadə, Sona Axundova, Nabat Nərimanova, Türfə Əfəndiyeva, Tubu Əhmədbəyeva, Kövsər Nərimanova, Səidə Şeyxzadə, Münəvvər Əlibəyeva. Soyadlarının yəqin ki ağırlığını görürsə, ibtidai təhsili başa vurdular. Bu qızlar məktəbin qəyyumluq şurasına və Hacı Zeynalabdin Tağıyevin yazdıqları təşəkkür ünvanına və belə ifadə edirdilər. Siz bizi öz nəzərimizə və müsəlman ictimaiyyətində yüksəltdiniz. Bizim mənəvi borcumuz bütün xalqlar arasında savadlı, tərbiyəli, yüksək qız adını doğrultmaqdır. Bu qızların bir çox təhsillərini artırmaq üçün qız gimnaziyalarında oxumuş, müəllim olmuş, ictimai mədəni həyatda fəal iştirak etmişdir. İndi burada kimlər var? Zaman keçdikcə tədris ocaqlarının sayı artdı, müəllimə ehtiyac yarandı. Azərbaycanlı qadınlardan müəllim hazırlamaq məqsədilə 1915-ci ildə Tağıyev qız məktəbinin bazasında 2 illik pedaqoji kurslar açıldı. Peterburqda Bestujev adına ali pedaqoji kurs bitirmiş Səlimə xanım Yaqubova bu pedaqoji kursların müdiri təyin edildi. Burada o dövrün ziyalı xanımları Səbirə Əbdürrəhman, Vəsilə Musabəyeva, Ədilə Şahtatinskaya, Səriyə Əhmədova maarifpərvər qadınlar dərs deyirdi. Bakıda Hacı Zeynalabdin Tağıyev qız məktəbi və pedaqoji kurslar açması, burada nümunəvi təlim-tərbiyə işləri aparılması ictimai həyatda bir canlanmaya və təşəbbüskarlığa səbəb oldu. İrəvanda ilk olaraq qız məktəbinin açılması üçün təşəbbüs göstərildi. Bu haqda Kaspi qəzeti yazıldı ki, İrəvanda hazırda xüsusi Rus müsəlman qız məktəbi fəaliyyət göstərir. Naxçıvanda isə layihə tərtib olunur. Bu, Kaspi qəzetinin 1901-ci ilin 216 nömrəli dərcində qeyd olunmuşdur. Sonra gedirik. 1902-ci ildə İrəvanda açılan qız məktəbi haqqında Şərqi Rus qəzetində Qəmərlinski yazırdı. Bir neçə illərdən bəri şəhərimizdə iqamət edən Məmməd Qulubəy, Kərim Soltani cənabları Zükür məktəbi açıb, o müsəlman uşağını gimnaziyalara verməkdən başqa bir xüsusi məktəbi dəxi təsis etmişdi ki, bu saatdə 18 müsəlman qızı məktəbdə öz dilində oxuyub yazmaq və əhkam-ı diniyyəsini öyrənməkdən əlavə Rusca dəxi kəmal-i intizam və tərəqqi ilə təhsil etməkdədir. Bu da Şərqi Rus qəzetinin 1903-cü ilin 14 nömrəli sayında dərc olunmuşdur. Əvvəllər məktəbə şeytan işi kimi baxanlar indi öz uşaqlarını oxutmaq istəyirlər. Bakıda, Gəncədə, Lənkəranda, Ağdaşda, Şamaxı, Şəki, Şuşa, Qazax təhsil işinə əhəmiyyət verirdi. Çox keçmədi ki, Bakıda şəhər idarəsi tərəfindən ilk rəsmi məktəblər açıldı. Bakıda dövlət hesabına açılan 1-ci Rus-Tatar qız məktəbinə Hənifə xanım Məlikova müdir təyin edildi. O, öz yeniyetmələrini Sürayya Vəzirova, Qumru Nərimanova, Ayna Musabəyeva, Asiya Nərimanovanın yanına çağırıb bu təhsil ocağını təşkil etdi. Dramaturq Vəzirovun
qızı Sara xanım 2-ci Rus Tatar qız məktəbini yaratdı. Görkəmli pedaqoq Rəhilə xanım Teregulova Hacıbaba Bəyova isə 3-cü Rus Tatar qız məktəbinə başçılıq etməyə başladı. Həsən bəy Ağayevin ömür gün yoldaşı görkəmli maarif xadimi Xədicə xanım 1909-cu ildə Gəncədə açılan Adı Gözəlov adlı qız məktəbi müdiri təyin olundu. Azərbaycanda qadın təhsilinin inkişafına görkəmli rol oynamış bu məktəb 1920-ci ilədək davam etmiş, yüzlərlə qız ana dilində təhsil almışdı. İqbal qəzeti 1913-cü ildə bu təhsil ocağı haqqında yazırdı. Məktəb ildən ilə böyüyür. Hər il burada yeni şöbə açılaraq gözəl və mükəmməl təhsil ocağına çevrilir. 1915-ci ildə məktəb daha da böyüyüb, 7 sinifli ali ibtidai qız təhsil ocağı oldu. Türkiyənin Azərbaycan əsilli ilk qadın hüquqşünası. Bunu bilirdin də, Əhməd bəy Ağaoğlunun qızıdır. O 3 hökumətin deputatı sayılır, Əhməd bəy Ağaoğlu. Deməli, onun da adı nədir bilirsən? Sürəyyə Ağaoğlu.